Hər kəsə salam. Hər vaxtınız xeyirli uğurlu olsun. Bugün kakaolu asan keks reseptini sizinlə bölüşəcəyəm. Resept çox sadədir. Qeyd edim ki, istifadə etdiyim stəkan ölçüsü 200 ml-dir. 2 ədəd yumurtaya 4-3 stəkan şəkər tozu əlavə edirəm. Köpürüb ağaranadək mikserlə çalıram. Yarım stəkan duru yağ, 1 stəkan su əlavə edib çalmağa davam edirəm. Üzərinə 1 stəkan yarım un, 1 paket qabartma tozu, 1 paket vanilin, 3 çay qaşığı kakao əlavə edib 1-2 dəqiqə daha çalıram. Formaya yağlı kağız yerləşdirdim. Yağlı kağız yoxdursa, formanı bir qədər yağlayıb istifadə edə bilərsiniz. Xəmiri formaları bölüşdürürəm. Əvvəlcədən 160 dərəcədə qızdırdığım sobada keksləri qabarıb çatlayana dək bişirirəm. Soyuduqdan sonra üzərini istəyə uyğun bəzəmək olar. Yeni videolardan xəbərdar olmaq üçün kanalıma abunə olmağı unutmayın. Hazırlayacaq olan hər kəsə nuş olsun. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.